Salam müəllimlər, xoş gördük hər birinizi. Bu gün düz xətli bərabər, sürətli və bərabər təcilli hərəkətə aid bir neçə maraqlı test nümunəsi ilə tanış olacağıq. İlk sualımızla başlayırıq. Sualımızda deyilir: düz bir yolda t bərabərdir 0 anında eyni nöqtədə, yəni eyni koordinatdan keçən K və L cisimlərinin sürət zaman qrafiki şəkildəki kimidir. K və L cisimlərinin arasındakı məsafə t anından sonra x olduğuna görə 2t anından sonra neçə x olar? Deməli, başlanğıcda yan-yana olan cisimlərin t anından sonra arasındakı məsafə onların yer dəyişməsinə əsasən təyin edilir. Əvvəlcə cisimlərin hansı istiqamətdə gedilməsinə baxılmalıdır. Çünki cisimlər arasındakı məsafənin tapılması elə birbaşa onların istiqamətlərindən asılıdır. Əgər cisimlər eyni istiqamətdə gedərsə, onların arasındakı məsafə getdikləri yolların fərqi kimi, əgər əks istiqamətdə hərəkət edərlərsə, onlar arasındakı məsafə gedilən yolların cəmi kimi baxılır. Biz ilk t anına qədər hərəkətə fikir versək, 0t aralığında K cismi x-ox istiqamətində bərabər yeyinləşən, amma L cismi x-oxa əksinə yavaşlayan hərəkət edir. Yəni, K x-ox istiqamətində, L x-oxunun əksinə hərəkət etdiyi üçün onlar arasındakı məsafəni biz deməli, fiqurların cəmi, yəni baxın, K-nın getdiyi yol bu yaşıl fiqurun, düzbucaqlı üçbucağın sahəsi qədərdir. L-in getdiyi yol isə qırmızıyla rənglədiyimiz bu üçbucağın sahəsi qədərdir. Yəni, həmən fiqur sahələrinin cəmi t anından sonra cisimlər arasındakı məsafəni ifadə edir. Onda məsələdə qeyd olunan x-i yazaram, x bərabərdir. Deməli, K cisminin getdiyi yol V t bölü 2, çünki düzbucaqlı üçbucağın sahəsi oturacaqları da katitləri hasilin yarısıdır. Plus, indi L-in getdiyi yola baxıram. O da eyni zamanda V t bölü 2 qədər yol gedir. Buradan alıram ki, x bərabərdir V t. Bu əvəzləməni yadımda saxlayım. Daha sonra gəlin indi 2t anından sonraki ana baxaq. 2t anından sonra K cismi, baxın, bu yaşıl düzbucaqlı trapeziyanın sahəsi qədər. Deməli, L cismi, baxın müəllimlər, bir bu üçbucağın sahəsi, bir də bu üçbucağın sahəsi qədər yer dəyişmə icra edir. İndi biz ilk t anındakı, onlar arasındakı məsafəyə baxdıq. Hərəkət L cisminin hərəkəti iki xarakterlidir. Baxın, yuxarıda qeyd elədiyim düzbucaqlı üçbucaq hissəsinə keçəndə artıq cisim x-ox istiqamətində hərəkət edir. Ona görə də biz əvvəlki burada t anında tapdığımız bu ifadəni yadımızda saxlayaq, daha sonra t2t zaman aralığına baxaq. Bura diqqət eləsək müəllimlər. Deməli, t2t zaman aralığında K cismi düzbucaqlının sahəsi qədər yer dəyişmə icra edibdir. L cismi bu düzbucaqlının sahəsi qədər və hərəkətə fikir versək, VT qrafikində birinci rübdədir, yəni sürətin proyeksiyası müsbətdir. Bu o deməkdir ki, hər iki cisim x-ox istiqamətində gedir. Deməli, nə qeyd eləmişdik? Hər iki cisim eyni istiqamətdə gedirsə, onlar arasındakı məsafə getdikləri yolların fərqi kimi tapılır. İndi iki fiqurun fərqi, yəni düzbucaqlının, baxın, bu düzbucaqlı K-nın getdiyi yol, bu nəyə bərabərdir? VT çıxılsın. İndi baxın, digər, deyək ki, bu L cisminin getdiyi yolda budur. Bunu çıxsaq, VT böl 2 eləyir. VT böl 2. Bu bizə elə VT böl 2-ni verir. VT-yə x demişiksə, VT böl 2-yə nə deyərik? X bölünsün 2. Yəni, 0t zaman aralığında onlar arasındakı məsafə x-dır. T, 2t zaman aralığında aralarındakı məsafə x böl 2-dir. Onda cəmi, ümumi zaman aralığında onlar arasındakı cisimlər arasındakı məsafə bunların cəmi, yəni 3x bölünsün 2 qədər. Düzgün cavabımız C variantı. Digər məsələmizlə davam edirik. Məsələmizdə deyilir, düz bir yolda 10 metr böl saniyə və 2 metr böl saniyə sürətləri ilə sabit sürətlə hərəkət edən x və y maşınları şəkildəki kimidir. Buna görə maşınlar şəkildəki koordinatı keçdikdən neçə saniyə sonra x maşını y maşınını ötüb keçər?
Deməli, X maşını Y maşını ötüb keçməsi üçün Y maşını hansısa bir zaman aralığında baxın, müəyyən bir X məsafəsi qət edəcək. Onda X maşını da baxın, buradan bura qədər məsafə qət etməlidir. Onda biz X maşınının qət etdiyi məsafəyə 2 metr, ümumi məsafəyə baxsaq 2 metr. Yəni, ötüb keçməsi üçün müəllimlər 2-ni niyə görə sayırıq? Baxın, maşının arxa ucunun da deməli, Y maşının ön ucunu ötüb keçməsi mənasına gəlir. Tamamən ötüb keçmə, maşın digər, yəni arxadakı maşının arxa ucu, öndəki maşının ön ucunu ötüb keçməlidir. Ona görə arxa ucunun gedə biləcəyi yola diqqət edirik. Baxın, 2 metr qarşısında duran məsafə. 12 metr, 2 metr. Bu nə elədi? 16 metr plus X yazıram. 16 plus X, bu X maşınının deməli getdiyi məsafədir. Bu bərabər olmalıdır 10T-yə. Yəni sürəti 10-dur, bərabər sürətli hərəkətdə S bərabərdir VT olduğuna görə S-in yerinə 16 plus X yazdıq, V-nin yerinə 10. Zaman təbii ki, hər iki cisim üçün eyni anlayışdır. Ona görə T olaraq qeyd elədik. İndi Y maşını üçün necədir? Bəs Y maşını həmən bu X o müddətdə X məsafəsini gedir və 2 metr bölü saniyə sürətlə gedir. Ona görə Y maşının gedə biləcəyi yol üçün yazırıq ki, deməli, X bərabərdir 2T. Onda burada X-in yerinə 2T qoysaq, baxın, yazarıq 16 plus 2T bərabərdir 10T. Buradan 16 bərabərdir 8T, T bərabərdir 2 saniyə. Düzgün cavabımız D variantı. Digər məsələmizdə deyilir, uzunluğu 200 metr olan qatar 40 metr bölü saniyə sabit sürətlə hərəkət edir. Buna görə qatar verilən koordinatdan neçə saniyə sonra tuneli tamamən ötüb keçər. Yenə də müəllimlər tamamən ötüb keçər deməsi qatarın arxa ucu tunelin ön ucunu ötüb keçməsidir. Bunun üçün ümumi məsafəyə diqqət edirik 200 metr. Biz 1.2 kilometri də 1200 metri yazsaq, onda ümumi məsafəmiz nə olur? 1400 metr bərabərdir. Sürəti 40-dır, 40 T-yə. Onda T bərabərdir 1400 bölünsün 40. Sıfırları ixtisar eləsək, bu eləyir, deməli, 70 bölü 2, bu da 35 saniyə. Düzgün cavabımız D variantı. Növbəti məsələmizdə deyilir, T bərabərdir 0 anında şəkil 1-dəki düz yolun K nöqtəsində, yəni sükunətdə olan cismin sürət zaman qrafiki şəkil 2-dəki kimidir. Cisim T müddət sonra M nöqtəsində olduğuna görə 6T sonra harada olar? Deməli, K-da dayanan cisim T müddətindən sonra M nöqtəsində olur deyir. Hər bir aralığa biz X olaraq qeyd eləsək, hər bir aralığı X qeyd eləyirik. Baxın, bu şəkildə. Hər bir aralıq X olaraq qeyd eləyirəm və T müddətdən sonra cismin getdiyi yol bildiyimiz kimi qrafikdə fiqur sahəsi qədərdir. Ona görə də burada yaza bilərik ki, M nöqtəsində olana qədər K-da dayanan cisim M-ə gələnə qədər 2x qədər yol gedir. 2x bərabərdir. VT bölünsün 2. Qrafikdə baxıram ki, VT bölü 2 ifadə edib. Onda müəllimlər VT-ni 4x tapırıq. Bax, bu əvəzləmə yadımızda saxlayaq. İndi 6T müddətindən sonra ümumi yer dəyişməmizə baxmalıyıq. Bu cür məsələlərdə yer dəyişmə, yer dəyişmə 4T anına qədər trapeziya, növbəti 2T zaman anında hərəkət istiqamətin dəyişir. Yəni, burada X oxunun əks istiqamətdə hərəkət edir. Yuxarıdakı trapeziyanın sahəsi, oturacaqları 4T və 2T, üzərinə gəldim 6T, yarısı 3T, 3'ü vurdum V-yə elədi 3VT. Yuxarıdakı bu fiqurun sahəsi 3VT elədi. Aşağıdakı düzbucaqlı trapeziyanın sahəsinə baxsam, oturacaqları deməli 2T və T, topladım 3T, yarısı 1/5 VT.
hərəkət istiqamətini dəyişirsə, ümumi yer dəyişməni tapanda işarələr nəzərə alınır. Yəni 3 VT-dən 1.5 VT-ni çıxıram. Bu da elədir. 1.5 VT. Baxın, VT-nin yerinə 4x qoysam, onda nə alıram? Buradan 6x. Ümumi 6x qədər yol getməlidir. 6x hara gəlir düşür? 1, 2, 3, 4, 5, 6. Deməli, tam gəlir R nöqtəsində olur. Düzgün cavabımız Y variantı. Növbəti məsələmizdə deyilir, düz bir yolda eyni nöqtədən hərəkətə başlayan, yəni koordinatdan hərəkətə başlayan X və Y maşınlarının sürət zaman qrafiki şəkildəki kimidir. Buna görə də iki maşın hansı zaman anında yenidən yan-yana gələr? Yenidən yan-yana gəlmək məsələsi müəllimlər, qeyd edeyim ki, yəni onların yer dəyişmələrinin eyni olması mənasına gəlir. Cisimlər başlanğıc zaman anında eyni nöqtədədirsə, yenidən yan-yana gəlməsi yer dəyişmələrin eyni olması mənasına gəlir. Burada gəlin baxaq. İlk T anında bu cisimlərin, ümumiyyətlə bütün hərəkət müddətində cisimlər eyni istiqamətdə hərəkət edir və onların yer dəyişmələrini tapmaq üçün fiqur sahəsinə baxmalıyıq. İlk T anında X cisminin baxın, getdiyi yol, yəni yer dəyişmə bu fiqurun sahəsi. Yəni yazıram, T anında X cismi nə qədər yol gedib? VT bölü 2 qədər. Bəs Y cismi nə qədər yol gedibdir? Gəlin ona baxaq. Y cisminə baxıram. Y cismi T anında düzbucaqlı trapeziyanın sahəsi qədər. Oturacaqları 3V plus V, 4V, yarısı 2V vurulsun T. Yəni 2VT. Gördüyümüz kimi T anında bu cisimlər eyni qədər yer dəyişmə icra eləməyibdir. Ona görə də bu zaman anında, yəni biz bərabər götürə bilmərik. T anında yan-yana gəlməyibdir. Yaxşı, indi baxaq növbəti, deməli, 2T anına. 2T anında X cismi bu qədər yer dəyişmə icra edib, yəni 2V vur, 2T bölünsün 2. 2T zaman aralığında X cismi düzbucaqlı üçbucağın sahəsi elədi 2VT. Bəs Y cismi nə qədər yer dəyişmə icra elədi? Y-ə baxaq, müəllimlər. 2T zaman anında baxın, beləsi bir fiqurun sahəsi. Bu trapeziyanı bayaq hesabladıq. Nə qədər elədi? 2VT. Bəs buradakı düzbucaqlı nə elədi? O da VT. Topladım 3VT. Yəni Y cismi 3VT qədər ümumi yer dəyişmə icra elədi. Deməli, burada da fərqlidir yer dəyişmələri. Cavabımız bu da deyil. Keçdik növbəti 3T zaman aralığına. 3T zaman aralığında X cismi, baxın, belə bir düzbucaqlı trapeziyanın sahəsi qədər 3T zaman aralığında. X nə qədərdir? Baxaq, oturacaqları 3T plus T, 4T yarısı 2T vurulsun 2V. Elədi 4VT. Y cismi nə qədər yer dəyişmə icra elədi, ona baxaq. Deməli, Y cismi bura qədər, yəni bayaq qeyd elədiyimiz, baxın, bu məsafə 2VT, bunu yazım, 2VT, bir də hesablamayaq. Sonradan 3T'dən T'yə qədər keçən zaman aralığı 2T'dir. Burada 2VT. Baxın, 2VT, 2VT topladım. Bu da elədi 4VT. Deməli, tam da axtardığımız zaman elə 3T anıdır ki, hər ikisi eyni yer dəyişmə icra elədi. Düzgün cavabımız C variantı.